Salam, materiklərin ucqar nöqtələrinin hansı iqlim qurşağı, təbii zona və ölkədə yerləşdiyinə baxırıq. Əvvəlcə başlayaq Avrasiyadan. Avrasiyanın şimal ucqar nöqtəsi Taymur yarımadasında yerləşir. Çelyuskin burnudur, Arktik iqlim qurşağındadır və Arktik səhra təbii zonasında yerləşir, Rusiyanın ərazisindədir. Cənub ucqar nöqtəsi Cənubda Malakka yarımadasında Piyay burnudur və ekvatorial iqlim qurşağındadır. Rütubətli ekvatorial meşələr mövcuddur burada. Malayziya ölkəsinə düşür. Daha sonra şərqdə Dejinyov burnu Çukot yarımadasındadır, Rusiya ərazisindədir və subarktik iqlim qurşağındadır. Tundra, meşə tundra təbii zonasında yerləşir. Avrasiyanın qərb ucqar nöqtəsi isə Piney yarımadasında Portuqaliya ərazisində Roka burnudur. Subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipinə düşür. Düzdür, Portuqaliyanın özünün Aralıq dənizinə çıxışı olmasa da, deməli, iqlim qurşağı olaraq subtropikin Aralıq dənizi iqlim tipindədir və codyarpaqlı meşə və çoluqlar burada yayılıb. Daha sonra bu ümumilikdə Avrasiya idi. İndi isə Avropaya ayrıca baxaq. Skandinaviyada, yəni Norveç ərazisində, Skandinaviya yarımadasında şimalda Nordkin burnu yerləşir. Subarktik iqlim qurşağındadır və tundra, meşə tundra təbii zonasında yerləşir. Norveç ərazisində Avropanın şimal ucqar nöqtəsi. Avropanın cənub ucqar nöqtəsi isə İspaniyada yerləşən Marokko burnudur. Baxın, Marokki, Mərakeş burnu da deyilir buna. İspaniya ərazisindədir. Subtropikin Aralıq dənizi iqlim tipindədir. Codyarpaqlı meşə və çoluqlar var. Roka burnu da elə Avropanın da qərb ucqar nöqtəsidir. Portuqaliyada subtropikin Aralıq dənizi iqlim tipi codyarpaqlı meşə və çoluqlardadır. Avropanın ucqar şərq nöqtəsi isə Ural dağlarının şərq ətəklərinə düşür və Rusiya ərazisindədir. Burada subarktik iqlim qurşağına düşür və tundra, meşə tundra təbii zonası vardır. Qeyd etmək lazımdır ki, gördük Avropanın bütün ucqar nöqtələri, şimal Nordkin, cənub Marokki, qərb Roka, şərq Ural dağları hamısı keçid iqlim qurşağında yerləşir, yəni sublardadır. Asiyada isə elə Asiyanın ucqar nöqtəsi Avrasiyanın ucqar nöqtələrindən demək olar eynidir. Taymur yarımadasında Çelyuskin burnu idi, Asiyanın ucqar nöqtələridir. Cənubda Malakka yarımadasında Piyay, şərqdə Çukot yarımadasında Dejinyov burnu, qərbdə isə Türkiyədə Baba burnudur. Baba burnu dərsini, amma biz buna Baba burnu deyərək daha yaxşı yada saxlaya bilərik. Daha sonra Avrasiyanı bitirdik. Keçək Şimali Amerikaya. Şimali Amerikada necədir? Şimali Amerikanın şimal ucqar nöqtəsi, baxın. Şimali Amerikanın şimal ucqar nöqtəsi Butiya yarımadasında yerləşən Murchison burnudur. Bu da Arktik iqlim qurşağında yerləşir. Arktik səhra təbii zonasındadır, Kanadanın ərazisindədir. Daha sonra şərqdə isə St. Charles burnudur. Bunu Ş-S olaraq da saxlaya bilərsiniz. Şərqdə St. Charles burnu subarktik iqlim qurşağındadır. Tundra və meşə tundrada yerləşir. Kanada ərazisindədir. Qərbdə isə Uels Şəhzadəsi burnudur, ABŞ-ın ərazisinə düşür Uels Şəhzadəsi və bu da subarktikdədir. Tundra və meşə tundra təbii zonasında yerləşir. Cənub ucqar nöqtəsi isə, baxın, Panamada Marietta burnudur, subekvatorial iqlim qurşağına düşür və subekvatorial iqlim qurşağının dəyişkən rütubətli meşələr təbii zonasında yerləşir. Keçək Cənubi Amerikaya. Cənubi Amerikanın şimal ucqar nöqtəsi Galinas burnudur. Galinas burnu Kolumbiya ölkəsinə düşür və subekvatorial iqlim qurşağındadır. Savanna və seyrək meşələr təbii zonası mövcuddur burada. Cənubda isə Fred burnudur. Fred burnu Çili ölkəsinə düşür. Mülayim iqlim qurşağında yerləşən burundur. Qarışıq və enyarpaqlı meşələr var. Cənubi Amerikanın şərq ucqar nöqtəsi olan Cabo Branco burnu tropik iqlim qurşağının rütubətli tipində yerləşir və dəyişkən rütubətli meşələr var burada. Qərb hissəsində isə Parinas burnu, bu da tropikdədir, amma tropikin kontinental tipindədir. Hətta burada Sakura səhrası var, Perun ərazisinə düşür. Daha sonra Afrika. Afrikanın şimal ucqar nöqtəsi Bensekka, Əl-Əbiyyat və yaxud da Rasangela da deyilir. Tunis ölkəsinə düşür, subtropikin Aralıq dənizi iqlim tipindədir. Daha sonra cənub ucqar nöqtəsi də subtropikin Aralıq dənizi iqlim tipindədir. İynəburnu Cənubi Afrika Respublikası ölkəsinin ərazisindədir. Şərq ucqar nöqtəsi Somal yarımadasında yerləşən Rasafın burnudur. Bu deməli subekvatorial iqlim qurşağındadır. Savanna və seyrək meşələr təbii zonasındadır. Qərb ucqar nöqtəsi Almadi burnu, bu da subekvatorialda, Senegal ölkəsində yerləşir, subekvatorialdadır, savanna və seyrək meşələrdədir. Avstraliyanın da şimal ucqar nöqtəsi York burnudur. Cape York yarımadasında York burnu subekvatorialın savanna və seyrək bu dəyişkən rütubətli meşələrdədir. Cənub ucqar nöqtəsi isə cənub-şərq burnudur. Bu isə subtropikin bərabər rütubətli tipində yerləşir. Şərq ucqar nöqtəsi Byron tropik iqlim qurşağının rütubətli tropik tipindədir. Dəyişkən rütubətli meşələr var. Steep Point isə tropikin kontinental tipindədir və səhra təbii zonası mövcuddur burada. Hamısı elə Avstraliyanın ərazisindədir. Bilirik ki, Avstraliya bir materik, bir ölkədir. Daha sonra Antarktidanın isə ucqar nöqtələri yalnız bir dənə Sifre burnu deyə bilərik. Antarktida yarımadasına yerləşir. O da mülayim iqlim qurşağına düşür.